Salam əziz izləyicilər. Bu günlərim 11-ci siniflər üçün buraxılış testinin izahına baxasıyıq. 31-ci sualla başlayaq. Frazeoloji birləşmələr haqqında bizdən doğru fikri soruşacaq. Doğru fikri soruşur. Ağ eləmək frazeoloji birləşmədir. Bəli, ağ eləmək, şişirtmək, həddini keçmək, ifrata varmaq, həddini aşmaq, nə bilim cızığından çıxmaq, işdini çıxarmaq və s. Bu anlamda bəli, frazeoloji birləşmədir, doğru fikirdir. Frazeoloji birləşmələr məcazi mənada işlənən birləşmələrdir. Bəli, frazeoloji birləşmələr məcazi mənada işlənən birləşmələrdir. Birinci tərəf aslı, ikinci tərəf əsas olur. Frazeoloji birləşmələr sabit söz birləşmələridir. Bildiyimiz kimi dilimizdə hazır şəkildə mövcuddur. Sərbəst söz birləşmələrindən fərqli olaraq aslı və əsas tərəfi olmur. Amonim, sinonim və antonim frazeoloji birləşmə olur. Yəni frazeoloji birləşmələrin amonim, sinonim və antonim tərəfləri də frazeoloji birləşmə olmalıdır. Bu fikir doğru fikirdir. Quruluşuna görə sadə və mürəkkəb olur. Frazeoloji birləşmələr quruluşuna görə mürəkkəb olur. Doğrular soruşduğu üçün cavabımız olacaq 1, 2 və 4. Yəni A variantı. 32-ci sual orfoqrafiya baxımından məntiqi ardıcıllığı soruşur. Deməli, məfkurə yox, məfkurə yazılır. Günbəz. Deməli, bu yanlış yazılıb, bu doğru yazılıbdır. Əjdəhə yox, əjdaha olmalıydı, yanlış yazılıbdır. Deməli, bizə nə lazımdır? Doğru yazılmış söz lazımdır. Qubar yox, qubar olmalıydı ona. Burada ikinci ecada ev olmalıydı, qalereya. Aludəçilik sözü U ilə yazılır. Vəsf hal sözünün yazılışı doğrudur. Ambisiya sözü isə M hərfi ilə yazılmalıdır. Cavabımız oldu. Davam edək 33-cü testlə. Biri həm çox mənalı, həm də amonim söz deyil. Başlayaq az sözü ilə. Az sözü bildiyimiz kimi həm say, həm də feil kimi işlənə bilən amonim sözdür. Həm də məcazi mənada işlənir. Məsələn, nümunə deyə bilərik. Yəni düz yoldan çıxmaq, səhv yola düşmək anlamında da. Məsələn, oğlan pis dostlarının təsiri ilə azdı. Yaxud da ki, gözəl imkanlar ola azdı, pis vərdişlərə qoşandı. Məsələn, bu nümunələrdə azmaq sözü məcazi anlamdadır. Qol sözü təbii ki, isim kimi tərəfləri insanın qolu yaxud futbolda vurulan qol amonimdir, həm də çayın qolu dediyimiz zaman məcazi mənada işlənir. Tut sözü tutmaq feil kimi və tut meyvə kimi amonimdir, həm də tut feil tərəfdən həm də məcazi mənada işlənir. Məsələn, belə deyək, məsələn, oruç tutmaq olsun, onun fikrini göydə tutdum, nə demək istəyirdi və s. bu anlamlarda. İnci sözü ilə bağlı. Deməli, biz bilirik ki, inci sözü amonim sözdür. Həm incimək feil kimi, həm də inci qiymətli, dəyərli daş anlamında. Həm də məcazi mənada işlənə bilir. Məsələn, onun hər kəlməsi inci kimidir, yaxud nə bilim, o qızın gülüşü inci tək parıldayır, yaxud inci xasiyyəti var, saf ürəyi var. Bu mənalarda məcazi mənada da işlənir. Amma avar sözü amonim kimi işlənir yalnız, məcazi mənada işlənə bilmir. Millət adı kimi avar milləti məsələn, həm də deməli qayğı çəkmək üçün istifadə olunan o əşyanın adı nə olacaq? Avar olmuş olacaq. Cavabımız oldu Y variantı. 34-cü sualla deyir ki, qoşa sahitlərdən biri tələffüz deməli edilməsə də səs fərqlərinin sayı bərabər olmalıdır. Səs fərqlərinin sayı bərabər. Əl açıq sözünün tələffüzünü qeyd etsəm bu şəkildə. Əl açıq şəklində deyilir. Tələffüz zamanı iyi düşəcək. Səs düşümü var, amma səs artımı hadisəsi olmadığı üçün bu sözdə səs hərflərin sayı bərabər deyil. Səslərin sayı bir vahid azdır. Bunu sildim. Təəssüflə sözündə. Təəssüflə sözündə bəllidir ki, qoşa əllərdən biri düşüb digəri uzanacaq və nən şəklində tələffüz ediləcək. Deməli, nə baş verəcək? Səs düşdü burada ənin biri, lakin bu tərəfdə n-nın əlavə edilməsi ilə səs hərflərinin sayı bərabər oldu. Bədilik sözündə isə necədir? Bədilik sözündə qoşa iylərdən biri düşəcək, doğrumu? Deməli, biri düşəcək bədilik şəklində. Səs artımı müşahidə edilməyəcək, yalnız səs düşümü olduğu üçün səslərin sayı az olmuş olacaq. Deməli, 3 ola bilməz. Təəccüblə sözünə baxsaq, təəccüblə sözündə də eyni qayda, qoşa əllərdən biri düşəcək, nən kimi deyiləcək. Deməli, ənin birini burada düşübdür, n-nın birini artırmışam burada. Səs hərflərinin sayı bərabərdir. 4-ü götürəcəm. Maaşsızlıq sözündə qoşa əllərdən yenə biri düşəcək. Deməli, maaşsızdıq şəklində tələffüz ediləcək. Səs artımı müşahidə edilmir, yalnız səs düşümü var. Burada da yenə səslərin sayı hərflərin sayından
az olmuş olacaq. Cəmaatla sözünə baxsaq, deməli cəmaat A-nın biri düşsə də la nan kimi deyilməklə burada əlavə n səsinin artırılması, səs artımı, burada isə A-nın biri düşməsi, səs düşümü və bu zaman səs hərflərinin sayı bərabər olmuş olacaq. Deməli cavab variantımız oldu. Təəssüflə, təəccüblə və cəmaatla sözləri. Yəni cavabımız 2, 4 və 6, o da E variantıdır. Səhv yazılmış sözləri bizdən soruşur. Konkret sözü düz yazılıbdır. Staj sözündə stayiş olmalı idi. Y ilə yazılmalı idi. Flakon sözündə I yoxdur. F, L, A, kon şəklində yazılır. Dolanbac və çeşid sözlərin yazılışı isə doğrudur. Cavabımız olacaq 2 və 3. O da E variantı. Davam edək 36-cı testlə təvazökaranə sözü ilə bağlı. Bunun fonetik təhlilindəki düzgün cavabları soruşur. Tərkibində 2 leksik şəkilçi var. Fonetik təhlil zamanı leksik şəkilçi var, qrammatik şəkilçi var, neçə leksik, neçə qrammatik. Bu kimi hallar sözün fonetik təhlilinin izahı deyil. Ona görə doğru tərkibində 2 leksik şəkilçi olsa da fonetik izaha aid məsələ olmadığı üçün bir nədir? Bir yanlışdır. Deyiliş yazılışı fərqli sözdür və tələffüzünü buradan yazacağım. Təvazökar oldu mu? Anə hissəsində də yenə A saytı uzanacaq. Təvazökaranə bildiyimiz kimi anə və yanə zərf düzəldən şəkilçilərində A saytı uzanmış olacaq. Bu sözdə yalnız və yalnız səs uzanması fonetik hadisəsi iştirak edir. Səs düşümü, səs artımı və səs dəyişməsi olmadığı üçün deyiliş və yazılış arasında fərq yoxdur. Sözdə 3 dənə qalın sait səs var. Sait, samit, səs falan sözlərini gördüyümüz zaman tələffüzə baxırıq. A qalın, A qalın, A qalın. 3 dənə doğru deyir. Samit səslərinin heç biri fərqli tələffüz olunmur. Əlbəttə ki, olunmadı. T da, F da, Z da bunlar hər biri yerində qalıbdır. Səs dəyişməsi yəni yoxdur. Bir səs yox, 2 səs uzanması hadisəsi var. Cavabımız oldu doğru kimi 3 və 4, o da A variantı olmuş oldu. Davam edək 37-ci testlə hansı sözlər sinonim ola bilməz? Biz bilirik ki, sinonim sözlərin tərəfləri həmişə eyni nitq hissəsi olar. Necə ki, batmaq da feildir, sancılmaq da, çevik sifətdir, zirək sifətdir. Ürkmək feildir, qorxmaq feildir. Ahəstə deyək ki, zərfdir, yavaş zərfdir, amma ilk sifətdir, birinci sözü saydır. Tərəflər müxtəlif nitq hissəsi olduğu üçün sinonim sözlər sayılmır. 38. Uyğunsuzluğu müəyyən edin. Neçə heca? Heca deyirsə sözün yazılışı bizə lazımdır. Marif sözün yazılışı bu şəkildədir. Yazılışda 3 dənə sait var. Deməli 3 hecalı sözdür. Doğrudur. Sehirli sözünün yazılışı sehirli şəklində. Neçə sait var? 2 dənə. Deməli 2 hecalı sözdür. Doğrudur. Ailə sözünün yazılışı ailə şəklində. Neçə sait var? 3 dənə. Deməli 3 hecalıdır. Səbirli sözünün yazılışı bu şəkildədir. Neçə sait var? 3 dənə. Deməli neçə hecalıdır? 3 hecalı. Cavabımız nədir? D variantı. Burada da komandir yazılır. O, A, I. 3 dənə sait olduğu üçün 3 heca var. Bu fikirdə doğru fikirdir. Belə, davam edirəm 39-cu testlə. A variantında qeyd edib ki, chat sözü internet vasitəsilə yazılı ünsiyyət üçün nəzərdə tutulmuş kompüter proqramıdır. Doğrudur. Xof, qorxu, vahimə doğrudur. Credo, məslək, əqidə, amal doğrudur. İstila, bir ölkəni zorla ələ alma, tutma, bu da doğrudur. Bosman sözü böyük hərbi gəmi kapitanı deyil. Gəmi komandasının təsərrüfat işləri cəhətdən tabe olduğu şəxsdir Bosman sözü. Dənizçilik anlayışı kimi. Ona görə burada yanlış cavabımız olacaq B. Nümunənin üslubu xüsusiyyətini soruşur. Bu şeir nümunəsidir. Harda şeir nümunəsi görsək, həmin nümunə adlanır. Bədii üslubda olan bir nümunə. Bədii üslubun xüsusiyyətlərini xatırlasaq, obrazlılıq, emosionallıq, sözün məcazi mənasından geniş istifadə, təsvir ifadə vasitələrindən istifadə və s. və ilaxır bədii xitabların işlənməsi ilə xüsusiyyətləri sadaladığımız zaman cavablarımız ortaya çıxmış olur. Şifahi şəkildə olması məişət üslubunun xüsusiyyətidir. Təbiilik məişət üslubu, dəqiqlik isə həm elmi, həm də rəsmi işgüzar üslubun xüsusiyyətidir. Ona görə cavabımız olacaq Y variantı. Biz nə edək? Biz davam edək mətn tapşırıqları ilə. Və təbii ki, mətnlərlə istəyirəm yaxından tanış olaq. Mən kənddə yaşayan imkanlı qohumlarımın himayəsində böyümüşəm. Deməli, adam yetim bir adamdır.
Tərbiyəçilərimdən biri müəllimim İvan Yakovleviç idi. Həmin vaxtlar həyatımda ən önəmli hadisələrdən biri baş verdi. Adamın neçə tərbiyəçi olubdu bilmirik. Tərbiyəçilər çox ola bilər. Onlardan biri də müəllimi İvandır. Bir gün qubernatorun arvadı Ərköyün sözə baxmaz oğlu ilə bizə qonaq gəlir. Biz uşaqlar bağa girdik. Orada qonağımız, yəni qubernatorun oğlu, bax, qonağımız kim idi? Qubernatorun təbii ki bağa girən qubernator deyil də, onun yaramaz oğludur. Deməli, o nadir cəval ağacını sındırdı, həmin uşaq. Qonaq. Bərk qorxsaq da onu ələ verməyəcəyimizi and içdik. Okey, baxaq. Axşam bağçaya girən dayı qırılmış budaqları gördü. O günahkara yaxşı bir dərs verməyə hazırlaşdı. Bağbanın oğlu Kosyanı çağırıb soruşdu ki, caval ağacını kim sındırıb? Kosya heç nədən xəbəri olmadığı üçün bir cavab verə bilmədi. Yəni, bağda oynayan, hadisəni nəql edən uşaqla qubernatorun uşağıdır. Aydındırmı? Bu bağban uşağıdır. Təbii ki, onlar Zərdəcan ailəsi, imkanlı ailə. Bağbanın uşağı onlarla təbii ki oynamaz. İstəyərək oynamaq, amma uşaqlar qoymaz. Dayım ağacı qıranın Kosya olduğunu, indi isə bunu gizlətməyə çalışdığını düşündü. Oğlan qorxusundan günahı boynuna götürdü və onu neynədilər? Cəzalandırdılar. Deməli, adam qorxusundan deyir ki, hə, mən qırmışam və əslində elə deyildi və yetimi cəzalandırırlar. İndi baxaq. Günahkarın kim olduğunu bilsək də, andımızı pozmamaq, qonağımızı rüsvay etməmək üçün susurduq. Ancaq gecəyə doğru bu bizə dözülməz əzab verməyə başladı və mən davam gətirə bilməyib olanları müəllimim İvana danışdım. Rəngi ağaran İvan qəfildən qışqırdı. Belə bir şeyə necə and içə bilərsiniz? Görün bir yalandan nə qədər pislik törədi. O hətta ağlamağa başladı. Sonra ah çəkib otaqdan çıxdı. Xeyli gözləyib yuxuya getdi. Getdik biz və səhər bildik ki, onu qovublar. Yəni kimi? Müəllim İvanı. Nə edəcəyimizi bilmədiyimizdən donub qalmışdıq. Burada bununla bağlı sual var, diqqətli olaq. Xidmətçi qadın bizə bildirdi ki, deməli kim xidmətçi? Qadın bizə bildirib ki, müəllim qubernatorun arvadının yanına gələrək sakit səslə ona deyib ki, bağışlayın xanım, sizin oğlunuz zəif xarakterlidir. Onun düzəlməyinə kömək edin, yoxsa pis insan olacaq. Qubernatorun arvadının da sən demə ürək getmə xəstəliyi var imiş. Birdən ürəyə gedir və əmim də çox əsəbləşir, müəllimi qapıdan itələyir. Və müəllim İvan halına çox acı. Deyir ki, mən müəllimimin halına çox acıyırdım. Hadisəni nəql edən şəxs deyir. Onunla vidalaşmaq üçün uşaqlarla birlikdə arxasınca qaçmağa qərar verdik. Bizi görüb dayandı və qışqırdı. Əla uşaqlar, əla. Bilsəniz bu an mənim üçün nə qədər nöqtələr bununla bağlı sual var. Gözləri yaşarmış, bizi qucaqlamaq üçün qollarını açmışdı. Bizi bağışla deyərək ağlaya-ağlaya ona sarı qaçdıq. Ancaq nə üçün bağışlanma dilədiyimizi özümüz də bilmirdik. Belə. İndi baxaq. Obrazların xarakteri. Bax, xarakteri xüsusiyyətləri əsasında müqayisə cədvəlindəki doğru fikir lazımdır. İvan Yakovleviç insanpərvərdirmi? Bəli, mətndə biz bunu rahatlıqla gördük. Onun üçün düzgün verilmiş tərbiyə hər şeydən önəmlidir. Bəli, qubernatorun arvadına ona görə evladı haqqında deyirdi. Dayı anlayış göstərəndə, necə anlayış göstərəndi ki, bir cavalı budağı qırılmışdı da, yəni onun ötəri bir uşaq mı döyərlər, bir cəzalandırarlar. Deməli, anlayış göstərən deyil. Hövsələsizdir, bəli, hövsələsizdir. Tələsik günahkarın kim olduğunu bilmədən günahsız birini cəzalandırmaq hövsələsizlikdir. Ədalətlilik nümayiş etdirir. Biz dayıda belə bir müsbət keyfiyyəti görmədik. Deməli, nə edirik? Burada biz 1-i götürürük, 2 götürürük və bir də dayı ilə bağlı 5-i götürürük. 1, 2, 5, o da bizim cavabımız A variantıdır. Doğru yanlış ehtimal. Bax, Kosya, yəni bağbanın oğlu, məsələdən xəbərdar olsa da, mən burada xüsusilə qeyd etdim ki, adam xəbərdar deyil, heç nədən xəbəri yoxdur. Baxın, bu hissiyə baxın. Hətta qorxusundan günahı boynuna götürmüşdü. Ona görə bu fikir necə doğru ola bilər? Bu yanlışdır. Bəzən vicdan əzabı həqiqəti etiraf etməyə sövq edir. Bəli, biz bu hissədə gecəyə doğru deyib, bu bizdə dözülməz deyir, əzab yaratdı və mən davam gətirə bilməyib olanları müəllimə danışdım. Bəli, bu məsələ var. Ehtimala baxıram, qubernatorun arvadının ürək getmə xəstəliyi olduğu üçün bu xəbərə dözmədi. Ola bilər, biz ehtimal edə bilərik. Normalda belə deyək də, hər hansı bir xəbərin rəngindən asılı olmayaraq, belə deyək, sahibinə ünvanlayanda, bir söz deyəndə və hər kəsin ürəyə getməz ki, yəqin ki, bir ürək problemi olan adam belə deyək ki, bu xəbərin
gücünə tab gətirə bilməz. Yəqin ki, bu arvadın da ürək getmə xəstəliyi var imiş. Ehtimal edə bilərəm. Deməli, İvan bu hadisədən sonra bir daha uşaqlarla qarşılaşmamaq üçün evi tərk etdi. Yox, məcbur idi evi tərk etməyə. Uşaqlarla qarşılaşmamaq məsələsi yoxdur. Sonda necə deyir burada? Əla uşaqlar, əla. Hətta deyir, o bizi qucaqlamaq üçün qollarını açmışdı. Təbii ki, bu hissə əsasən görür ki, bu yanlış fikirdir. Yanlışın altından yanlış bunu götürəcəm. Zəif xarakterli insanlar əgər zamanında düzəlməzsə pis adama çevriləcəklər. Burada da bəli, müəllim İvan bəs bu hissədə deməli qubernatorun xanımına oğlu haqqında, onun zəif xarakterli birisi olduğu haqqında məlumat verməsi məhz fikrin doğruluğunu təsdiq edir. Bu fikir doğru fikirdir, amma yanlışın altından verməyi bizim işimizə yaramır. Deməli, nə edirəm? Doğrunun altından doğru fikir, ehtimalın altından ehtimal, yanlışın altından da yanlış fikri götürdüm. Cavab variantımız oldu 2, 3, 4. O da C variantıdır. Davam edək. Növbəti tapşırıqla mətndəki hadisələrdən hansı özündən sonraki başqa bir hadisənin səbəbi kimi qiymətləndirilə bilməz? Yəni, tutaq ki, bilər. 4-ü bilər, 1-i bilməz. Yəni, birinci bu sual mahiyyətini anlayaq. Deməli, burada mətndəki hadisələr veribdir. Məsələn, qonaq nadir gaval ağacını sındırdı. Nə bilim, uşaq vicdan hissi uşağa əzab verirdi və s. Verilən bu hadisələrdən hansı özündən sonraki başqa bir hadisənin səbəbi kimi qiymətləndirilə bilməz? Baxaq, birinci A variantı ilə qonaq nadir gavala ağacını sındırdı. Nə ilə nəticələndi, nə baş verdi? Bax, bizə nə lazımdır? Bizə nəticəsi, bax bu hadisələrin nəticəsi lazımdır. 4-ündə hadisənin nəticəsi var, birində nəticə yoxdur. Bax, qonaq nadir gavala ağacını sındırdı. Bunun nəticəsində nə baş verdi? Bunun nəticəsində belə deyək də, bu hissədədir. Deməli, biz bərk qorxduq. Heç digərləri bizə lazım deyil. Biz bərk qorxduq. Uşaqlar oynayırdılar da. Niyə bərk qorxsunlar ki? Nadir gaval ağacı sınmışdı axı. Onun qorxusu, onun xofu var idi. Ona görə A doğrudur. B-yə baxıram. İvan xaraktercə düzəlməyə ehtiyac olduğunu deyir. Məsələn, bəli, burada qubernatorun həyat yoldaşlarının dediyi fikirlər ki var idi. İndi bunun nəticəsinə baxaq. Deyir ki, xanım, sizin oğlunuz zəif xarakterlidir. Onun düzəlməyinə kömək edin. Yoxsa pis insan ola bilər. Bax, gördünüzmü? Bu hadisənin nəticəsini sonra verir. Yəni, bu səbəbdir. Yəni, uşaq çox pis insan ola bilər. Buna səbəb nədir? Onun səbəbi odur ki, onun xarakteri zəifdir. Bəs nə etmək lazımdır? Onun xarakterini düzəltmək lazımdır. Daha sonra vicdan hissi uşağa əzab verir və bunun nəticəsində nə edir? Baxın, bu hissədədir. O, deməli, həmin vicdan acısına dözməyib olanları hamısını müəlliminə danışması hissəsidir. Bax, bu hissəsidir. Bu da səbəbdir. Yəni, belə götürək də, uşaq, deməli, bütün olanları İvana danışır. Buna səbəb nə idi? Vicdan hissi ona əzab verirdi. Bax, gördünüzmü? Bu səbəbdir. Sonra, məsələn, Y-yə baxaq, bir-birlərini ələ verməməklə bağlı and içirlər. Aha, nəticədə nə baş verir? Nəticədə heç nə, günahsız Kosya cəzalanır. Neyniylə? Bax, burada günah, deməli, bu adam hara getdi burada? Onlar əl-ələ verib and içirlər ki, bəs bu gaval ağacını kim sındırıbsa, biz bunu boynumuza almayasıyıq və nəticədə nə baş verir? Dayı girdi bağa, gördü ki, ağac qırıbdır, günahkarı axtarır və günahsız Kosya neyniyir? Deməli, cəzalanır. Deməli, nəticə kimi götürsək ki, biz bunu, məsələn, günahkar, günahsız biri günahkar kimi cəzalanır. Yəni, söhbət Kosyadan gedir. Buna səbəb nə idi? Buna səbəb odur ki, uşaqlar belə deyək də, bir-birlərini ələ verməməklə bağlı and içmişlər. Bunun acısı da Kosyaya dəymiş oldu. İndi gəl D-yə baxaq. Uşaqlar müəllimdən bağışlanma üçün üzr diləyirlər. Nəticədə nə baş verir? Bax, buradadır da üzr diləmə məsələsi. Nəticədə nə baş verir? Müəllim onları bağışlayırmı? Sonraki gedişat necə olur? Biz bundan xəbərsizik. Hətta deyir ki, bağışlanma dilədiyimizi özümüz də bilmirdik. Bax, bu D variantındakı fikir, hadisə özü nəticədir. Uşaqlar müəllimdən bağışlanma üçün üzr diləyirlər. Buna səbəb nə idi? Buna səbəb çox şeydir. Buna səbəb deməli, uşaqların səhvi ucbatından müəllimin, qubernatorun həyat yoldaşına, evladının belə deyək, xarakteri ilə bağlı mənfi fikirlər söyləməsi, nəhayətdə onun işdən qovulmasına, evdən qovulmasına səbəb olmuşdu. Aydındırmı? Ona görə bu özü səbəb yox, nəticədir. Ona görə cavab
cavabımız nədir? D variantıdır. 44. Mətndə əsasən nə uyğunsuzdur? Baxıram. Mətndə bəhs olunur, yəni mətndə haqqında danışılır, mətndə haqqında danışılmır. Mədəni inqilabın Rus xalqına təsiri var. Mədəni inqilab mətnidir bu. Təbii ki, yox. Mətndə bu haqda danışılmır. Vicdan hissinin aliliyindən danışılırmı? Bəli. Danışmaq gümüşdür, susmaq qızıldır fikri məsələsi yoxdur. Əksinə, bu məsələdə elə danışmaq qızıldır, susmaq gümüşdür. Günahkarın günahını etiraf etməsi deməli halı qızıldır. Susma halı, gizlədərək susma halı isə gümüş yox, heç alüminiumda deyil, bilmirəm nədir. Mətndə bəhs olunmur. Nədən? İvanın insanı keyfiyyətlərinə bəhs olunmur ki, bəhs olunur. Niyə bəhs olunmur ki? İndi 5-ə baxaq. Uşaq sözünə qulaq asmayaraq asaraq böyüyün üzünə ağ olmaq məsələsi burada yoxdur. Yəni bundan bəhs olunmur. Ağac əkməyin faydasından da bəhs olunmur. Deməli bəhs olundu. Vicdanın hissinin aliliyindən bəhs olunmadı. 5 və 6. Cavabımız olacaq 2, 5, 6. O da C variantı. 45. Mətndə hansı suala cavab tapmaq mümkün deyil deyir. Kosyer niyə susurdu? Adam niyə susmasın ki? Nə bilirdi ki? Bilmirdi axı ağacı kim qırıbdı. Bunun cavabı var. İvanın qovulma səbəbi nə idi? Qovulma səbəbi qubernatorun arvadına, evladı haqqında mənfi fikirlər söyləməsi və nəhayətdə dayı əsəbləşir, onu qovur. Ağacı sındıran kim idi? Qubernatorun yaramaz oğlu. Uşaqların heyrətinə kim son qoydu deyə burada xadiməçi. Bayaq buranın bu hissəsini mən deməli xüsusilə işarələmişdim. Baxın indi Serin buranı bu hissəsinə diqqətlə baxaq. Deməli, deyir ki, nə edəcəyimizi bilmədiyimizdən donub qalmışdıq. Yəni, donub qalmaq nə deməkdir? Bu adam heyrət içindədir da, düzdür, hərəkətsiz qalıbdır hadisənin təsirindən. Və burada xanım deyir ki, xidmətçi xanım deyir ki, bəs müəllim qubernatorun arvadına filan sözləri dediyi üçün onu qovublar. Deməli, heyrətinə kim son qoydu uşaqların heyrətinə? Xidmətçi. Müəllimin hansı addımı dayının səhvini başa düşməsi? Dayı səhvini zada başa düşməyibdir. Ona görə Y variantı məsələsi burada yanlışdır. Daha sonra davam edək 46-cı testlə. Bizdən soruşur, qarşısında işarə qoyulan sözləri məcazilik və həqiqilik baxımından fərqli mənada. Yəni nümunədə kvadrat işarəsi qoyulan söz hansıdır burada? Baxım ona sındırıb sözüdür. Ağacı kim sındırıb? Ağacı sındırmaq burada həqiqidir. İndi mən nə edirəm? Deməli mən nə edirəm indi? Sındırmaq sözünü bax, sındırmaq feilini nə edəcəm mən? Həqiqidə işlənib cümlədə mən məcazidə cümlədə işlədəcəm. Məcazi mənada işlədəcəm. Növbəti sözümüz hansıdır? Üçbucaq donub sözüdür. Donmaq sözü burada donub qalmışdıq. Bu feil burada məcazi mənada işlənibdir. Mən onu nə etməliyəm? Həqiqidə işlətməliyəm. Deməli, sındırmaq sözünü məcazidə işlədəcəm. Donmaq sözünü isə həqiqi mənada deməli işlətmiş olacağam. Məsələn, bax burada birinci müəllim, bax deyir sizə donub qalmışdıq. Bu niyə məcazidir? Baxın, burada donub qalmaq ifadəsi təəccüb etmək, çaşmaq, qorxudan və ya təəssüfdən hərəkətsiz qalmaq anlamını verir. Məsələn, nümunələrlə biraz da bunu genişləndirsək, deyir, xəbəri eşidəndə yerində donub qaldı. Çaşqınlıq, heyrət içində. Aydındır. Yaxud qaranlıqda qəfil səsi eşidib donub qaldım, qorxdum da, düzdür. Yaxud onun gözəlliyini görən hər kəs bir anlıq donub qalırdı. Burada təəccüb, valeh olmaq anlamında işlənibdir. Qısası məcazidir. İndi mən donmağı necə həqiqidə cümlədə işlədəcəm? Məsələn, hava soyuq olduğu üçün su donmuşdu. O oldu, qısa bu qədər. Su donmuşdu. Hava soyuq olduğu üçün su donmuşdu. İndi sındırmaq sözünü, bax sınmaq deyil sınmaq deyil. Siz sözün başlanğıc formasına baxın. Sınmaq, sındırmaq, ıbda zaman, başlanğıcı. Sındırmaq sözünü nə edəcəm? İndi həqiqi mənada mən məcazi mənada daha doğrusu nümunədə həqiqidə işləndiyi üçün məcazi mənada cümlədə işlədəcəm. Heç nə. Məsələn, deyirəm ki, necə işlədək bunu? Çox rahat, sadə bir cümlə yazacaq. Məsələn, deyirəm ki, onun kinayəli sözlərindən sonra özümü sındırmadan, məsələn, oradan uzaqlaşdım. Uzaqlaşdım. Qısa. Özünü sındırmaq burada məcazi anlamdadır. Aydındırmı? Məsələn, başqa nümunələrlə deyirəm ki, məsələn, onun sözləri dostunun ürəyini sındırdı. İndi bilmirəm, baxın, mən bir neçə variant səsləndirəcəm. Onun sözləri dostunun, məsələn, ürəyini sındırdı. Sonra müəllim tənqidi ilə şagirdin həvəsini sındırdı. Nə bilimi,
komanda rəqibini asanlıqla sındırdı. Başqa necə deyə bilərik? O bu dəfədə məsələn qanunu sındırdı və s. Bu kimi qadağanı pozmaq, qaydanı tapdalamaq mənasında da bu mənalarda məcazidir. Belə. Deməli, davam edirəm 47-ci testlə. Nə soruşur? İvanın uşaqlara münasibətini veribdir burada. Yəni onlarda gözəl xüsusiyyətlər istəyir. İndi mətndə bu münasibətin təzahür etdiyi, rast gəldiyimiz, baş verdiyi məqamı soruşur. Təbii ki, bu iki məqamda bu özünü göstərir. Birinci məqam hansıdır? Bax, deyirəm sizə. Birinci məqam bu məqamdır. Müəllim uşaqlara deyir ki, belə bir şeyə necə and içə bilərsiniz? Görün bir yalandan nə qədər pislik törədi. Yəni, müəllim burada, belə deyək, gizli, xəlvət saxlanmalı olmayan bir məsələdən ötürü and içməyin yersiz olduğunu, yanlış olduğunu, səhv olduğunu uşaqlara aşılamaq istəyir. İkinci bir məqam isə hansı ki qubernatorun həyat yoldaşına, evladı haqqında dediyi məsələ var ki, burada xanım, deməli bağışlayın, sizin oğlunuz zəif xarakterlidir, onu düzəlməyinə kömək edin, yoxsa pis insan olacaq. Deməli, birə bu cümlələrin olduğu kimi də yazarsan, bunu da olduğu kimi də yazmışsansa doğrudur, yaxud öz sözlərinin nə də ifadə edə bilərsən ki, məsələn, müəllim deyək ki, yalan danışan uşaqların bu sirrin açılmamasından ötürü and içmələrini yersiz qəbul edir və bunun pis bir hərəkət olduğunu uşaqlara deyir. Belə öz sözündən də, yaxud da ki, ikinci hissədə isə, məsələn, müəllim yaxud da ki, adını da çəkə bilərsiniz, İvan Yakovleviç qubernatorun xanımına oğlunun zəif xarakterli olduğunu, ona kömək etməyin lazım olduğunu, yoxsa gələcəkdə pis adama çevriləcəyini qeyd edir. Məhz bu iki məqamı da öz sözlərinizlə deyə bilərsiniz. Demirsinizsə, deməli, maksimum balınızı alıb oturmusunuz. İndi baxırıq. Əsas mətnlə verilmiş bu mətn parçasının üslubu müqayisəsini soruşur sizdən. Bax, üslubu xüsusiyyət deyir. Demir isə hansı üslubdadır. Sən daha bu əsas mətnə yazacaqsan bədii, buna yazacaqsan elmi, bura nə yazacaqsan bilmirəm. Nəsə bir ortaq bir şey yazacaqsan, bu yanlışdır. Səndən üslubun adını soruşmur ki, xüsusiyyətini soruşur səndən. Əsas mətnimiz nağılvari bir mətndir. Hadisə bizə nəql olunur. Bədii mətndir. İkinci nümunə isə ədəbiyyat dərsliyindən verilmiş elmi bir məlumatdır, mübaliğənin tərifidir, xüsusiyyətidir və s. və ilə axır. Həqiqətən də birinci əsas mətn bədii, ikinci mətn elmi üslubdadır. Amma bizə nəyi lazımdır? Bu üslubların xüsusiyyətləri lazımdır. Məsələn, əsas mətn bədii üslubun xüsusiyyətləri hansılardır? Qeyd edirsən, obrazlılıq, qısa deyirəm, yaxud da ki, emosionallıq, sözün məcazi mənasından bolluca istifadə, bədii təsvir ifadə vasitələrindən istifadə, xalq danışıq dilinə çox yaxındır və s. Bu kimi xüsusiyyətlərdən hər hansısa birinə, yəni bədii üsluba aid xüsusiyyətlərdən birini yazmısansa doğrudur. Elmi üslubla bağlı digər onun xüsusiyyətlərini konkretlik, dəqiqlik, məntiqilik, ardıcıllıq, termin sıxlığı, nə bilim, şərh etmək, izah etmək əsaslı, mürəkkəb cümlələrdən geniş istifadə və s. və ilə axır xüsusiyyətlərdə nə yazmısansa doğrudur. Ortaq xüsusiyyət kimi deyək ki, bütün funksional üslubları birləşdirən cəhətlər var, ortaq anlayışlar var, ədəbi dilin fonetik, leksik, qrammatik normalarına tabi olmaları, bütövlükdə ədəbi dili təşkil etmələri oxşar xüsusiyyətdir. Təbii ki, bu ortaq xüsusiyyətlərdən hansını yazmısınızsa deməli doğrudur. Belə, tünd hərflə verilmiş hissəyə əsasən mən müddəa və fakt cədvəlini tamamlamalıyam. Faktı veribdir. Oğlan olanların hamısını Yakovleviçə danışır. Bəs müddəa nədir? Baxın, müddəa deməli, hər hansı bir fikri, hər hansı bir iddianı və ya tezisi ifadə edən qısa və aydın cümlədir. Başqa sözlə deyək ki, buna necə deyək, müəllifin mesajıdır. Ondan sonra mətndəki əsas fikirdir. Deməli, sən nə edirsən, müddəanı necə yazacaqsan? Əvvəlcə mətnin diqqətlə oxuyursan, sonra mətni oxuduqca mətndə ifadə olunan əsas fikri müəyyənləşdirirsən, ən vacib cümləni və ya müəllifin vermək istədiyi əsas mesajı tapıb seçib yazırsan, aydındırmı? Sonra onu öz sözlərinlə qısa, aydın və belə deyim, ümumiləşmiş şəkildə ifadə edirsən.
Məsələn, belə bir haşiyə çıxım. Məsələn, elm haqqında bir mətn parçasıdır. Təbii ki, orada elmin faydasından nələrdən danışır, elmi texnoloji inkişafdan, avadanlıqlardan və sair danışacaq və bir müddəa irəli sürə bilərsən ki, məsələn, elm insan həyatını asanlaşdırır və cəmiyyətin inkişafını təmin edir və baxacaqsan, görəcəksən ki, həqiqətən də elm insan həyatını necə asanlaşdırıb. Görürsən ki, paltar yuyan maşından danışır, yaxud digər avadanlıqlardan danışır, texniki avadanlıqlardan danışır. İnsanların işini rahatlaşdırıbdır da, düzdürmü? Bu müddəanı atıb daha sonra həmin faktlardan istənilən birini yaza bilərsən. İndi burada veribdir faktı. Oğlan olanların hamısını müəlliminə danışır. Baxın, indi buna bir əsas fikir yazmalıyam. Burada müəllifin mesajını yazmalıyam. Nə yaza bilərəm? Bax, yaza bilərəm ki, bəzən vicdan əzabı həqiqəti etiraf etməyə sövq edir. Bax, yaxud öz sözlərimizdən deyək də, məsələn, oğlanın vicdan əzabı, deməli, oğlanın yazmayaq da, belə deyək. Bir tələsmirik. Vicdan əzabı, bəzən vicdan əzabı, bəzən vicdan əzabı olanları danışmağa insanı sövq edir. Bəzən vicdan əzabı olanları danışmağa, olduğu kimi danışmağa insanı sövq edir, məcbur edir. Bax, həqiqətən də biz nə gördük burada? Adam gecəni də bir təhər yatıbdır. O vicdan əzabı ona rahatlıq vermir və nəhayətdə baş verənlərin hər birini müəlliminə danışmaq məcburiyyətində qaldır. Belə. 50-ci sualla davam edirəm. Nöqtələrin yerinə uyğun gələn ifadələr yazın. Deməli, nöqtələrə baxım görüm harda vermişdi, necə vermişdi. Mətnə baxaq. Əla uşaqlar, bax bu hissədədir. Buranı qoyun silməyə çalışım. Deməli, deyir ki, əla uşaqlar, əla. Bilsəniz bu an mənim üçün nə qədər, indi nə yaza bilərəm? Bax, indi mən nə qədər sizə oraya yaza biləcək sözlər deyəcəm burada. İkisini yazacağım, digərlərini şifadə edəcəm. Məsələn, bir də oxuyuram onu necə dedi. Əla uşaqlar, əla. Bilsəniz bu an mənim üçün nə qədər xoşbəxt an deməkdir. Məsələn, xoşbəxt an deməkdir. Yaxud nə qədər sevincli bir duyğudur. Yaxud indi mən sadalayıram. Baxın görə hansı birisini yazmısınız. Mənim üçün nə qədər qürur verici hissdir. Mənim üçün fəxirdir. Sonra məsələn, mənim üçün nə qədər dəyərli bir hədiyyədir. Mənim üçün böyük bir sevincdir. Mənim üçün nə qədər təsirli bir an deməkdir. Mənim üçün unudulmazdır. Bu kimi müsbət anlayışların hər hansı birisini yazmısınızsa, deməli doğru fikirdir. Belə. Davam edirəm növbəti mətnlə Azərbaycan memarlığı. Baxın, məlumat verici xarakteri daşıyır bu mətn parçası. Niyə? Çünki publisistik üslubdadır. Azərbaycan memarlığı zəngin tarixi və mədəni irsi ilə diqqət çəkir. Ölkənin qədim tarixə malik olması və mədəni müxtəlifliyi burada fərqli dövrlərə və sivilizasiyalara aid memarlıq abidələrinin mövcudluğu üçün əsas olmuşdur. Azərbaycan memarlığının ilkin nümunələri arasında antik dövr qalaları, məscidlər, kərvansaralar və məqbərələr yer alır. Bu abidələr xüsusilə Bakı, Şamaxı və Gəncə kimi şəhərlərdə geniş yayılıbdır. Azərbaycan memarlığında Şirvan Abşeron məktəbi xüsusi əhəmiyyət daşıyır. Bu məktəbin memarlıq nümunələri əsasən, bax burada Şirvan Abşeron məktəbinin əhəmiyyətliyindən danışdı. Əsasən Bakıda və onun ətrafında yerləşən qədim Qız qalası, Şirvanşahlar sarayı və İçəri şəhərin digər abidələridir. Bu abidələr incə daş işləri, həndəsi naxışları, zəngin dekorativ elementlərlə xarakterikdir. 12-ci əsrdə tikilən Qız qalası Azərbaycanın simvolu kimi tanınır. 13-15-ci əsrdə inşa edilmiş Şirvanşahlar sarayı Azərbaycan memarlığının şah əsərlərindən biri hesab edilir. Ardınca Qarabağ məktəbi haqqında danışır ki, Azərbaycan memarlığında mühüm yer tutur. Bu məktəbin ən məşhur nümunələrindən biri Şuşa şəhərinin tarixi memarlıq abidələridir. Şuşa şəhərinin tarixi memarlıq. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıbdır. Baxın, şəhərdəki tikililərin təbiətlə ahəngdarlığı, daş evlərdən və monumental, yəni hakimiyyətin və cəmiyyətin vacib dəyərlərini əks etdirən möhtəşəm binalardan ibarət olması Qarabağ memarlığının əsas xüsusiyyətini təşkil edir. Şuşa şəhərindəki Gövhər Ağa məscidi
Qarabağ xanlarının sarayı bu məktəbin incilərindəndir. Azərbaycan memarlığı Sovet dövründə də inkişafını davam etdiribdi. Baxın. Bu dövrdə daha çox sosialist reallıqlarını əks etdirən monumental binalar inşa edilib. Məsələn, Bakı şəhərində Dövlət Dram Teatrı, Milli Opera Teatrı bu dövrün memarlıq üslubunu özündə əks etdirir. Keçirəm nəyə? Müstəqillik dövründə Azərbaycan memarlığı yeni bir nəfəs qazanıb dedik. Bakı şəhərində ucaldılan 1 Alov qülləsi, 2 Heydər Əliyev mərkəzi və digər binalar ölkəmizin müasir simvolu hesab edilir. Dünyada bunu silim sonra altına xətt çəkilən söz tapmaram. Dünyada məşhur memar Zaha Hadid tərəfindən, bilmirəm, Hadid deyim, Hadid deyim, tərəfindən dizayn edilmiş Heydər Əliyev mərkəzi avangard, yəni ənənəlikdən uzaq qeyri-adi dizaynı və innovativ memarlıq yanaşmaları ilə diqqət çəkir. İnnovativ nədir? Yeni, innovasiya, yenilik sözündən də. Alov qüllələri isə müasir dizayn nümunəsi olub şəhərin süitini formalaşdırır. Deməli, süitini formalaşdırır. Həmçinin bu dövrdə inşa edilən digər binalarda memarlıq sənətinin ən gözəl nümunələrindən sayılır. Beləliklə, Azərbaycan memarlığı vətənimizin zəngin mədəniyyətini, mədəni irsini və tarixini, keçmişini əks etdirir. Bu memarlıq nümunələri ölkəmizin keçmişini yaşadır, gələcək nəsillərə ötürür və bu günə də işıq tutur. Belə, mətnlə ziddiyyət təşkil edən fikri tapın. Abşeron məktəbi Azərbaycan memarlığında xüsusi əhəmiyyətə malik deyib, burada yazıbdır. Hanı deyib burada. Abşeron məktəbi xüsusi əhəmiyyət daşıyır Azərbaycan memarlığında. Bu fikir doğru fikirdir. Sovet dövründə də Azərbaycan memarlığı inkişafdan qalmır. Bəli, inkişafını davam etdirir Sovet dövründə də. Bəli, düz fikirdir. Pənahəli xan tərəfindən Qarabağ memarlığına töhfələr olubdur. Əlbəttə, bu da mətnin əsas hissəsində, bax, bu hissədə qeyd olunur, bu haqda danışılır. Azərbaycan memarlığında yalnız yerli memarların üslubunu görmək olar. Və bu kim idi bu bədbaxt? Zaha Hadid kim idi? O əcnəbi idi və ona görə bu fikir yanlış fikirdir, ziddiyyət təşkil edir. Azərbaycanda inşa edilən abidələr özünə məxsus ilə seçilir. Bəli, ətin boyu bu haqda da danışır. Mətnin məzmunundan belə bir qənaətə gəlmək olmaz. Aha. Nədən danışaq? Məsələn, Azərbaycan memarlığı da dünya memarlığına müəyyən töhfələr verib. Bunu saxlayıram. Şəki memarlığı digərləri ilə müqayisədə öz üstünlüyünü daim qoruyub saxlayır. Bunu da saxlayıram. Müstəqillik illərində yenilik, müasirlik öz təsirini göstəribdir. Bəli, burada danışır. Müstəqillik dövründə də memarlığımız da yeni nəfəs qazanır. Bu fikir doğru fikirdir. Ölkəmizin keçmişinə işıq salan əsas məqamlardan biri də memarlıq nümunələridir. Bəli, məsələn, son hissədir ki, bu memarlıq nümunələri ölkəmizin keçmişini yaşadır, gələcək nəsillərə ötürür və bu gününə də işıq salır. Bu gününə də işıq salırsa, deməli, keçmişinə də işıq salır. Ona görə bu fikirdə doğru fikirdir. Şirvanşahlar Sarayı Azərbaycan memarlığında qabaqcıl dedi bu cümlə. Şirvanşahlar Sarayı Azərbaycan memarlığının şah əsərlərindən biridir. Bu fikirdə doğrudur. Gəlirəm B və A variantına. Mətndə düzdür, Şəki memarlığı digərləri ilə müqayisədə öz üstünlüyünü daim qoruyub saxlaya bilib. Ola bilsin ki, hansı memarlıq abidəmiz dağıla bilər. Amma mətndə Şəki memarlığından danışılmır da. Düzdür, Şəki Xan Sarayı falan adı çəkilmədiyi üçün mətndə bu haqda məlumat yoxdur da qısası. Bu 100% səhvdir. 100% səhvdir. Yəni sualın şərtinə görə. Azərbaycan memarlığı da dünya memarlığına müəyyən töhfələr veribdir. Hə, düzdür. Azərbaycan memarlığının dünya memarlığına təsiri məsələsindən mətndə danışmadı, amma bu hissiyə əsasən, məsələn, dünyada məşhur memar Zaha Hadid tərəfindən dizayn edilmiş Heydər Əliyev mərkəzi ənənəlikdən uzaqdır, innovativ memarlıq yanaşmaları ilə diqqət çəkir və s. və ilə axır. Bu hissə əsasən deyə bilərik ki, deməli, Azərbaycan memarlığı da müəyyən mənada deyə bilirik ki, Azərbaycan memarlığı da dünya memarlığına müəyyən töhfə verib. Yəni, bu anlamda ki, düşünürsən ki, Zaha gəlir Azərbaycana fərqli bir dizaynla bir mərkəz üçün dizayn verir. Amma yəqin ki, belə düşünürsən ki, buradakı deyək ki, memarlıq nümunələrinin dizaynında deyək ki, digər ölkələrə daşıyır da, belə deyək. Bu mənada A-nı düz götürmək olar, amma B variantı səhvdir. Belə. 53. Mətndə altdan xətt çəkilən sözlərin heç birinin şərhinə uyğun deyil. Bu sözlər hansı sözlər? Birinci burada karvansara sözüdür. Karvansara de budur. Özgə yerlərdən gələn yolcuların müvəqqəti qalması, qoşqa heyvanları və minik vəsaitinin saxlanılması üçün böyük həyat olan xüsusi binadır. Bu getdi. Növbəti sözümüz bizim hardadır? Növbəti sözümüz monumental sözüdür. Monumental sözünün mənası deyib, bu B variantında verilib. Elə əzəmətli, möhtəşəm deməkdir. Ona görə B variantı da gedir öz işinin dalınca.
Sonra hansı sözümüz var burada? Var burada diye burada düşməyibdi. Simvol sözüdür ve bir de design sözüdür. Simvol ideyanın şərti əlamətini ifadə edən işarə anlamında A variantı düz gəlir. Burada getdi. Növbəti sözümüz hansı söz idi? Unuttum. Design sözü də design da elə kompozisiya, quruluş, tərtib deməkdir. Ona görə amma E variantı avtoturistlər üçün hər cür xidmət göstərən mehmanxana, bunun adı moteldir. Motel. Aydındırmı? Motel. Bir var otel yazılır, bir de var motel. Motel avtoturistlər üçün xidmət göstərən mehmanxanaya deyilir. Cavabımız Y variantı. Mətnə əsasən nəyi ehtimal saymaq olmaz? Bu maraqlı bir sualdır. Maraqlı bir sualdır. Baxıram. Ehtimal deyir. Y'dən başlayacağım. Heydər Əliyev mərkəzi Heydər Əliyevin vəfatından sonra inşa edilib. Bu ehtimal edə bilirik mətnə görə. Biz belə deyək də, biz həqiqətən də bilirik ki, Heydər Əliyev vəfat etdikdən sonra inşa edilibdir. Yəni indi biz mətnə görə bunu ehtimal sayacağıq. Niyə? Çünki normalda belə deyək, hər hansı bir abidə, hər hansı bir mərkəz olsun, yaxud da ki bir olsun deyək ki heykəl bir şəxsin, bir tarixi şəxsiyyətin adını əbədiləşdirmək məqsədi ilə ucaldılır. Düzdürmü? Ona görə burada Heydər Əliyevin vəfatından sonra inşa edilmişdir fikrini ehtimal saymaq olar. Azərbaycan memarlarının yaradıcılıq irsi təkcə Azərbaycanla məhdudlaşmır. Biz mətndə görmədik ki, Azərbaycan memarları gelib dünyanın hansısa bir ölkəsində yeni bir memarlıq mərkəzləri inşa etsinlər. Biz bunu görmədik. Ona görə D yanlışdır. Digər variantlar. Heydər Əliyev Azərbaycan memarlığının inkişafı üçün əlindən gələni əsirgəməyibdir. Həqiqətən də əsirgəməyibdir. Bu həm faktdır, həm də ehtimal edə bilərik ki, elə bu Heydər Əliyev adına mərkəzin tikilməsi, onun adının əbədiləşdirilməsi elə onun xidmətlərindən irəli gəlir. Zaha Hadid İraq əsillidir. Bu ad soyada görə ərəb anlamına gəlir. Ərəb adlarına Hadi falan belə film də var idi. İraq əsilli falan bu ehtimal edə bilərəm. Və bir də nə yazdı burada? Sovet dövründə Sovet dövrünə aid memarlıq nümunələri Dövlət Dram Teatrı və Milli Opera Teatrı həmin dövrün üslubu xüsusiyyətlərini özündə əks etdirir. Həmin dövrün deməli mətnə əsasən nəyə ehtimal saymaq olmaz deyir. Sovet dövrünə aid memarlıq nümunələri Dövlət Dram Teatrı, Milli Opera Teatrı həmin dövrün üslubu xüsusiyyətlərini özündə əks etdirir. Bu mətnə görə faktı idi axı. Bir dəqiqə deyəm. Sovet dövrü. Bu hissə bir dənə baxaq. Sovet dövründə Azərbaycan memarlığı Sovet dövründə də deməli, Sovet dövründə də inkişaf etmişdi. Bu dövrdə daha çox sosialist reallıqlarını əks etdirən monumental binalar inşa edilmişdi. Məsələn, Bakı şəhərində Dövlət Dram Teatrı, Milli Opera Teatrı bu dövrün memarlıq üslubunu əks etdirir. Yəni sosialist realizm tərzi binaların funksional nəyi və monumental olmasını təmin edir. Əslində bu mətnə görə faktdır da. O dövrün deyir. Baxın, o dövrün memarlıq üslubunu özündə əks etdirir. Yəni o dövrün memarlıq üslubu nədir? Daha çox sosialist reallıqlarını əks etdirən monumental binalar. Ona görə bu mətnə əsasən faktıdırsa, onda biz cavab variantı kimi nəyə götürək? A variantını götürək. A variantını götürək. Bu fakt 100%, mətnə görə fakt, cavabımız 100% bu olur. Amma D variantında qalsaq ki, ehtimal edə bilərik də ki, Azərbaycan memarları nəinki Azərbaycanda, Azərbaycan kənarda da, Azərbaycandan kənarda da yaradıcılıq hissləri mövcud olubdur. Yaxşı, bunu ehtimal edək. Belə A variantı fakta görə digərlərini ehtimal edəcəyik. 55. Giriş əsas nəticə. Qarabağ inciləri. Qarabağ inciləri harda idi? Əsas hissədə idi. Qarabağ məktəbi memarlığı Azərbaycan memarlığında mühüm yer tutur. Bunu biz yazacağıq hara? Əsas hissəyə. A-nı yazdım 2-yə. Mədəni müxtəliflilik. Mədəni müxtəliflilik səhv etmirəmsə girişdə idi. Bax, həmin mədəni müxtəliflilik. Bəli, girişdədir. Ona görə deməli bunu yazdım girişə. B-ni yazdım. Girişə. Gələcək nəsillərə əmanətdir. Ən sonda dedi, mən oxumuşdum, yazmışdım. Bax, bu memarlıq nümunələri ölkəmizin keçmişini yaşadır. Gələcək nəsillərə ötürür. Bu bir əmanətdir. Ona görə C-ni yazacağım nəticəyə. Müasir yanaşma, antik dövr qalaları. Müasir yanaşma, bu müasir müstəqillik dövründə müasir Azərbaycan memarlığı yeni nəfəs qazanır. Bu hissəyə əsasən mən bunu yazacağım hara? Əsas hissəyə, deməli D-ni yazdım əsasa və antik dövr qalaları da girişdə idi. Antik dövr qalaları tapım deyə antik dövr qalaları bu da girişdə idi.
Ona görə yeni də yazacağım hara? 1-ə. 1-ə B, Y, 2-yə A, D, 3-ə də C. Cavabımız oldu nə? A variantı. 56-cı sualla davam edirik. Mətnin üslubu xüsusiyyətləri əsasında sxemlərdə qeyd aparın. Deməli, mətn hansı üslubdadır? Mətn publisistik üslubdadır. Çünki, indi mən nə etməliyəm? Mətnin publisistik üslubda olduğunu əsaslandırmalıyam. Mətn publisistik üslubdadır. Çünki, məsələn, yaza bilərəm. İctimai xarakter daşıyır. Xarakter daşıyır. Vergül. Oxucunu maarifləndirmək. Oxucunu maarifləndirmək. Oxucunu maarifləndirmək və inandırmaq məqsədi güdür. Sadə və təsirli dildə, belə yazaq. Sadə və təsirli dildə yazılmışdır. Yaxşı. Yəni, başqa cür necə yaza bilərim? Cəmiyyət üçün nəzərdə tutulduğu üçün dili rəsmi deyil, daha aydın və yığcamdır. Nə bilim, oxucunu inandırmaq, maarifləndirmək, müəyyən mövqeyə cəlb etmək üçün yazılıb ona görə. Nə bilim, publisistik üslubdadır çünki ictimai siyasi, deyək ki, sosial hadisələrdən bəhs edilir və s. Yəni, bu kimi fikirlər yazasıyıq. Aydındır, publisistik üslubun xüsusiyyətləri kimi bütün dediyimiz bu məsələlərin hər birini yazsanız doğru hesab edilir. Davam edirəm 57-ci testlə. Bu çox maraqlıdır, yenə müddəanla bağlı. Baxaq, deyir ki, müddəanı verib, nə verib? Deyir ki, qədim və müasir mədəniyyəti özündə əks etdirən memarlıq nümunələri Bakı şəhərində. Bax, qədim və müasir mədəniyyəti özündə əks etdirən memarlıq nümunələri Bakı şəhərində mövcuddur. Baxıram. Qədim və müasir deyir. Qədim deyirsə, bu hissə 12-ci əsrdə tikilmiş Qız qalası, 13-15-ci əsrlərdə inşa edilmiş Şirvanşahlar sarayını deyə bilərsə. İndi qədim dediyi üçün biz Qız qalasını qeyd edək. Belə Şirvanşahlar sarayında bir Qız qalası 12-ci əsr, bunu ili ilə yazarıq, əsri ilə. 12-ci əsrdə Qız qalası, vergül. Deyək ki, 13-15-ci əsrlərdə, deməli 13-15-ci əsrlərdə Şirvanşahlar sarayı, eləcə də müasir dediyi üçün, məsələn, biz bura nə bilim Alov qülləsində deyə bilərik, Heydər Əliyev mərkəzində deyə bilərik, çünki müasirlik buradadır da, müasir deyirsə. Heydər Əliyev mərkəzi Alov qülləsi həqiqətən də Bakıdadır. Burada əlavə olaraq yenə deyirəm, Heydər Əliyev mərkəzi, Alov qülləsi, bunların hər biri Bakıdadır və müasir mədəniyyət özündə əks etdirən memarlıq nümunələridir. Bunların hansı birisini yazmısınızsa doğrudur, hər birini yazmısınızsa, yaxud təkcə Qız qalası ilə deyək ki, Heydər Əliyev mərkəzini, yaxud Qız qalası ilə deyək ki, Alov qülləsini yazmışsınızsa yenə də doğrudur. İndi yeni bir müddəa. Buradan deyək, yenə bir dənə müddəa yaz, və onu əsaslandır. Nə gözəl, baş üstə. Biz mətn əsasını nə qədər istəsək, burada müddəa deyə bilərik. Məsələn, nə deyək? Deyə bilərik ki, məsələn, Qarabağ məktəbi də Azərbaycan memarlığında mühüm yer tutur. Mən müddəa haqqında bayaq danışanda nə dedim? Mətndəki o əsas fikri tap, götür, yaz da. Nə var ki, burada qeyri-adilik bir şey yoxdur. Qarabağ məktəbi də Azərbaycan memarlığında mühüm yer tutur. Bax, yazdım. Görüm, yaza bilsəm. Qarabağ, qısa yazacağım. Məktəbi də Azərbaycan memarlığında mühüm yer tutur. Yazdım. Bunu yazandan sonra indi faktla əsaslandıracağım da. İndi baxacağım, görək orada nə var. Məsələn, deyəcək ki, məsələn, Şuşa şəhərinin memarlıq abidəsindən danışa bilərsən. Məsələn, deyə bilərsən ki, məsələn, Şuşa şəhərindəki Gövhər Ağa məscidi, Qarabağ xanlarının sarayı bu məktəbin inciləridir. Bunları. Bu cümlələri köçürməyin faktı. Şuşa şəhərindəki Gövhər Ağa məscidi, Qarabağ xanlarının sarayı bu məktəbin inciləridir. Yaxud da ki, elə
Bu nümunələrdən biri kimi Şuşa şəhərinin tarixi memarlıq abidəsi olması faktını ora qeyd etməyin doğrudur, əsaslandırılmış bir faktdır. Sonra məsələn nə yaza bilərəm? Sonra məsələn yaza bilərəm ki, məsələn Azərbaycan memarlığı, bax yeni başqa bir dənə müddəa, bəlkə indi bunu yazmısınız. Məsələn Azərbaycan memarlığı Sovet dövründə də inkişafını davam etdirmişdi. Belə bir müddəa nə edəcəksən, sonra yazacaqsan ki, məsələn Bakı şəhərində bu fakt olaraq Bakı şəhərində Dövlət Dram Teatrı və Milli Opera Teatrı bu dövrün memarlıq üslubunu özündə əks etdirir. Bitdi. Fakt olaraq da bunu yazırsan. Yəni bu müddəadan da qorxmaq lazım deyil. Rahat bir şeydir, belə deyək. Davam edək 58-ci sualına. Mətn əsasında cədvəli tamamla. Qarabağ memarlıq üslubunun xüsusiyyətlərini buraya yazacağım. Sovet dövrünün memarlıq üslubunun xüsusiyyətləri. Nə gözəl. Baxıram. Bax, buradan götürüb oraya yazırsan da qeyri-adi bir şey yoxdur. Qarabağ memarlığının xüsusiyyətləri. Bunu yaza bilərsiniz ki, bax buradan başlayıb şəhərdəki tikililərin təbiətlə ahəngdarlığı, daş evlərdən və monumental, yəni hakimiyyətin və cəmiyyətin vacib dəyərlərini əks etdirən möhtəşəm binalardan ibarət olması Qarabağ memarlığının əsas xüsusiyyətini təşkil edir. Yazdım bunu, keçdim. Bunu hara yazdın? Bunu yazdın deyə bura Qarabağ memarlığının üslubunun xüsusiyyətlərini. Keçirəm bu tərəfə Sovet dövrü memarlıq üslubunun xüsusiyyətlərini. Heç nə açıram buranı. Hanı Sovet dövrü deyə buradadır. Deməli. Sovet dövrünün memarlıq üslubunun xüsusiyyətlərini bunu yazırsan. Bu dövrdə üzr istəyirəm. Deməli, bu dövrdə, bax buradan başlayırıq. Bu dövrdə daha çox sosialist reallıqlarını özündə əks etdirən monumental binalar inşa edilmişdi. Bax, bunu da götürüb yazırsan ki, bu da deməli Sovet dövrü memarlıq üslubunun xüsusiyyətləri. Yəni o dövrün deməli sosialist reallıqlarını özündə əks etdirən memarlıq nümunəsi kimi onun xüsusiyyəti. Oxşar xüsusiyyət kimi də nə yaza bilərik? Oxşar xüsusiyyət kimi də yaza bilərik ki, məsələn, həm Qarabağ memarlıq, deyək ki, həm Sovet dövrü memarlıq, deməli, Qarabağ, deməli, Azərbaycan memarlığı, Qarabağ dövrü, zəng gəldi, fikrim yayındı. Deməli. Biz nədən danışırdıq? Ortaq xüsusiyyət kimi. Hər ikisi, ortaq xüsusiyyət kimi yazırıq ki, hər ikisi Azərbaycan memarlığının nəyidir? İnciləridir. Bu şəkildə. Azərbaycan memarlıq məktəbidir bu şəkildə. Yaxud da ki, Azərbaycan memarlığının zəngin nümunələridir. Bu şəkildə yazmağın ortaq xüsusiyyət kimi doğru olmuş olacaq. Belə. Bu da belə. 59-cu suala baxaq. Bu rahat bir sualdır. Nə deyir? Müxtəlif sivilizasiyalara məxsus abidələr Azərbaycanda inşa edilibdir. Buna səbəb nə idi? Ona səbəb o idi ki, burada bax bir də deyirəm. Müxtəlif sivilizasiyalara məxsus abidələr Azərbaycanda inşa edilibdir. Buna səbəb nədir? Ona səbəb odur ki, ölkə qədim tarixə malik olub və mədəni müxtəliflik ölkədə olduğu üçün məhz müxtəlif dövrlərə və sivilizasiyalara aid memarlıq abidələri mövcuddur Azərbaycanda. Necə yazdım? Ölkə qədim tarixə malikdir və mədəni müxtəlifliyin burada mövcud olması. Bax, səbəbə də bunu yazdım. Və 60. Əsas və nəticə hissədə pozulmuş sərhədi tapmalısan. Yəni, əslində bizdən nə soruşur burada? Deyir ki, mətnin əsas və nəticə hissəsi bir abzas şəklində verilibdir. Sən heç nə nəticə hissənin başlanmalı olduğu ilk sözü tap. İndi bu ilk sözdən başlayıb cümləni yazacaqsan. Gəlirsən hara? Deyə bu son abzas deyək. Bura gəlirsən. Müstəqillik dövr Azərbaycan memarlığından danışır burada. Deməli, bunları silim. Buradan nədən danışdı? Buradan danışdı müstəqillik dövrü Azərbaycan memarlığının yeni nəfəs qazanmasından, Alov qülləsindən, Heydər Əliyev mərkəzindən, kim tərəfindən dizayn edilməsindən, ondan sonra Alov qüllələri yenə həmçinin bu dövrdə, görsən davamıdır, həmçinin bu dövrdə inşa edilən, hansı dövrdə? Müstəqillik dövründə, yəni binalar, memarlıq sənətinin ən gözəl nümunələri sayılır. Bura qədər nə oldu əsas hissə? İndi bax, beləliklə artıq yekunlaşdırır mətni. Beləliklə, Azərbaycan memarlığı vətənimizin zəngin mədəniyyətini, mədəni irsini və tarixi keçmişini özündə əks etdirir. Oldu. Bax, bu beləliklə sözü ilə artıq nəticə hissə
başlayacaq və bizə də nəticə hissənin ilk cümləsini soruşur. Beləliklədən başla, burada bitir. Bu cümləni yazmağın kifayətdir ki, sən bu suala doğru cavab vermiş oldum. Belə, əziz izləyicilər, mən bu 54 dəqiqə ərzində 30 sualın izahını vermiş oldum. İnşallah növbəti dərslərdə görüşənədək hələlik.